Dudinka şəhəri, Rusiya. Bu şəhər Rusiyanın Krasnoyarsk diyarında yerləşir. Bura Sibirdə yerləşir. Yəqin ki, adından başa düşdünüz, Sibirdə hava soyuq olur. İqlimi isə buranın həddindən artıq soyuq olur. Gəlin iqlimi ilə tanış olaq. Şəhərdə qışda hava 50-60 dərəcəyə qədər düşə bilər. Bu şəhərin tarixinin ən soyuq havası -61 dərəcə olubdur. Buranın qışı çox uzun olur, təxminən oktyabrdan iyun ayına kimi və sərt keçir. Yay isə çox qısa olur. Təxminən 15-20 dərəcə olur yayda hava müsbət. Bura 17-ci əsrdə salınıbdır, yəni 1667-ci ildə. 18-ci əsrdə bura gəmiçilik üçün mühüm bir nöqtəyə çevrilibdir. Buranın əsas iqtisadi gəlir yerləri port, kömür meydanları və balıqçılıqdır. Şəhərin əhalisinin ən pik sayı təxminən 35 min olubdur. Hal-hazırda bu şəhərdə təxminən 21 min adam yaşayır. İnsanlar şəhərdən gedir, lakin elə bir hal deyil ki, səhər şəhər tamamilə boşalacaq. Sadəcə cavanlara burada karyera şansı olmadığına görə şəhər tərk edir. Həmçinin buranın qışı çox sərt və ekstremal olur. Burada insanlara D vitamini çatışmır, digər soyuq yerlərdə olduğu kimi. Səbəb isə odur ki, burada demək olar ki, yay olmur.